İsrail-ABŞ raketlərinin Tehranın qəlbində yenidən gürültüsü, Taleh müharibəsinin başlanğıcı. Şənbə günü səhər 9 İsfənd 1434-cü il 28 fevral 2026 tarixində İran paytaxtının sakitliyi saat 9:30 adələrində 3 müthiş partlayış səsi ilə pozuldu. Bu hadisə aylarla davam edən strateji səbir dövrünün sona çatması və ABŞ-İsrail koalisiyası ilə İran İslam Respublikası arasında birbaşa hərbi qarşıdurmanın başlanğıcı kimi görünür. Aztük News'un İsrail radiosuna istinadən verdiyi məlumata görə, indiyədək İran boyu təxminən 30 hədəf, o cümlədən İran prezidentinin iqamətgahı, bir kəşfiyyat qərargahı və İslami Şura Məclisi, həmçinin Təbrizin hava limanı hücuma məruz qalıb. Sahə hesabatları və sosial şəbəkələrdə yayılan videolar mərkəzi həssas bölgələrin və rəhbərlik beytinin yaxınlığından tüstü sütunlarının yüksəldiyini təsdiqləyir. Eyni zamanda Tehranın müxtəlif rayonlarının sakinləri binaların güclü titrəməsindən xəbər verirlər ki, bu da yerin dərinliyinə nüfuz edən ağır silahlardan istifadə edildiyini göstərir. İranın rəsmi xəbər agentlikləri də əməliyyatın başladığını təsdiqləyiblər. Bu hücumlar İsrailin Müdafiə Nazirinin rəsmi olaraq preventiv əməliyyat elan etdiyi İrandakı hərbi infrastruktur və komanda mərkəzlərinə qarşı geniş miqyaslı pilotsuz uçuş aparatı və raket hücumları barədə məlumat verdiyi bir vaxtda baş verir. Reuters və Associated Press kimi beynəlxalq xəbər agentlikləri də partlayış səslərini təsdiqləyərək vəziyyəti fövqəladə kimi qiymətləndiriblər. Belə görünür ki, Cenevrədəki son danışıqların uğursuzluğundan və Donald Trump'ın ölkənin vəziyyəti haqqında çıxışındakı kəskin xəbərdarlıqlarından sonra Vaşinqton və Tel Aviv artıq qəti addım atmaq qərarına gəliblər. Analitiklər hesab edirlər ki, Tehranın intizabi və siyasi mərkəzinin hədəf alınması sadəcə bir sərhəd münaqişəsindən daha böyük mesaj daşıyır. Bu, yaxın şərqdə güc balansını dəyişmək üçün kölgə müharibəsindən tam miqyaslı müharibəyə keçid edən paradigma dəyişikliyidir. İndi dünyanın diqqəti Tehranın verəcəyi reaksiyaya yönəlib.